Salam əziz və dəyərli şagirdlər. Qaldığımız yerdən davam edək. Demək, çevrə mövzusunun ikinci alt başlığında 50-yə kimi gəlmişdik. İndi 51-dən sonra davam edirik. %51-də bizə deyir, PT çevrəyə toxunan PB kəsəndir. PT ilə BT bərabərdir. 2 xətt qoyublar ki, bunlar bərabərdir. TAB 70 dərəcədir. TAB. Yəni bu bucağımız 70 dərəcədir. BTA-nı tapın. BTA. Bu hissəni bizdən soruşur. Bəs biz bu x tapmaq üçün nə edək? Deməli, əvvəla baxaq görək ki, bizim əlimizdə nələr var. Deyək ki, uşaqlar, bura tutaq ki, bir alfa bucağıdır. Bunda bu bucağımız da alfa bucağı olar. Çünki bərabər yanlı 3 bucaqdır. BT ilə TP bərabər olduğuna görə bərabər yanlıdır. Ümumiyyətlə, bu tip şəkillər görəndə uşaqlar, deməli, çevrə verilib, bir toxunan, bir kəsən. Bunlar arasında qalan x bucağı tapmaq üçün bu iki toxunan və kəsən arasında olan bizə böyük qövs lazımdır. Tutaq ki, alfadır. Bir də iki xəttin arasında qalan kiçik qövs, yəni beta lazımdır. X-i tapmaq üçün, yəni aradakı bucağı tapmaq üçün böyük qövsdən kiçik çıxıb 2-yə bölməliyik. Yəni qayda budur. İndi bizdə x-in yerində alfa durub. Biz alfanı ifadə eləmək üçün deməli, əvvəlcə bu kiçik qövsə baxaq. Bu kiçik qövsə baxan bucaq alfa bucağıdır. Bu alfa bucaq həmin bu qövsə baxır. Və daxili çəkilmiş bucaqdır. Ona görə qövsün dərəcə ölçüsü olacaq 2 alfa. 2 qatı qədər. Sonra baca lazımdır bu iki xəttin arasında qalan böyük qövs. Böyük qövsə isə baxan bucağımız bu 70 dərəcəlik bucaqdır. Əgər bura 70 isə daxili bucaq, onda onun söykəndiyi qövs 140 dərəcə, yəni 2 qat olacaq. Və biz bu üçlüyü nəzərə alaraq, yəni bu iki xəttin arasındakı bucağı tapmaq üçün böyük qövsdən, 140-dan kiçik qövsü çıxıb 2-yə bölməliyik. Yəni 140-dan 2 alfanı çıxıb 2-yə böləndə biz alfanı ala bilərik. Onda elə çıxır ki, 2 alfanı çarpaz vursaq 140 çıx 2 alfa bərabərdir 2 alfaya. 2 alfanı sağa ötürsək toplansa 4 alfa bərabərdir 140 dərəcə. Alfa da bərabərdir 140-ı 4-ə bölsək 35 dərəcə alarıq. Demək, alfamız 35 dərəcəymiş. Və gətirib bu üç bucağı da yerinə qoysaq, tutaq ki, bunu bir yaşıl rənglə göstərsək ki, fərqlənsin. Alfaya 35 tapsaq, 35, 70, onda x tapmaq üçün 3 bucağın daxili bucaqlar cəminə görə x bərabərdir 180 dərəcədən çıxarıq 35 ilə 70-in cəmini. Bunlar da verər bizə 105, 184-dən da 105 çıxanda 75 dərəcə alınır. Cavabımız olar C variantı. Yəni bu tip misallarda baxmalıyıq ki, qövslərlə işləyək. Sonra 52-də də yenə eyni şəkildir. Yenə burada görək fərqli hansı yolla gedə bilərik. Bizim bu misalımızın nömrəsi 51 idi. İndi 52-yə baxaq. Yenə də PT ilə BT bərabərdir. TAB. Yəni bura bizdə 78-dir. 78 isə onda qarşı qövsümüz, bax bu qövs söykəndiyi qövs 12 qatı qədər 156-dır. Sonra baxaq başqa nə verir bizə? BTA-nı soruşur. BTA-nı bu hissəni bizdən soruşur. Bu hissəni bizdən soruşur. Yaxşı. Onda yenə də bura bir alfa desək.
bura bir alfa desək, onda burada alfa olacaq. Çünki 3 bucaq bərabər yanlıdır. Oturacağı bitişik bucaqlar eyni olmalıdır. Bura alfadırsa, onda bu AT qövsümüzdə alfa ora baxdığına görə 2 alfa olacaq. Və yenə də 156-dan 2 alfanı çıxanda böləndə 2-yə biz buradakı alfanı alırıq. Bunu göstərək. Böyük qövsdən kiçik qövsü çıxıb 2-yə böləndə aradakı bucağı alırıq. Və çarpaz vuranda yenə 156 çıx 2 alfa bərabərdir 2 alfaya. 2 alfanı sağa atsaq 4 alfa bərabərdir 156. Alfa da bərabərdir 156-nı da 4 yerə bölsək 39 alınır. Onda elə çıxır ki, alfa 39'dur. Alfa 39'dursa, onda x'i tapmaq üçün də 78 ilə 39'u toplayıb 180'dən çıxarıq. Çünki 3 bucağın daxili bucaqları cəmi 180 verir. 180 çıxılsın 39 ilə 78'in cəmi. Bu da bizə verəcək 117. 180'dan da 117 çıxanda 63 dərəcə. Cavabımız olur B variantı. 53-cü sual. O mərkəzli çevrəyə AN və AN toxunanları çəkilib. MOA, yəni bu bucaq və də MAO da bu bucaq. Bunların fərqi deyək ki, alfa, burada yazaq beta. Alfa ilə betanın fərqi 10'dur. MBN-i soruşur. Bizdən bu hissəni soruşur. Deməli, bu misalda əsas biz nəyə fikir verməliyik uşaqlar? Deyirdi ki, toxunanla, baxın bu toxunandır. Toxunan varsa və orada radius çəkilibsə, demək ki, bunlar mütləq 90 dərəcə əmələ gətirməlidir. Və bizə də verib ki, alfa minus beta 53-cü sualda. Alfa ilə betanın fərqi 10 dərəcədir. Bəs alfa ilə betanın cəmi düz bucağı 3 bucaq olduğuna görə iti bucaqların cəmi, yəni alfa ilə betanın cəmi bizə 90 verməlidir. Bunu sistemi alıb toplasaq betalar gedər. 2 alfamız 100'dürsə, alfamız 50 dərəcə olar. Alfa 50'dirsə, betanı tapmaq üçün 90'dan 50'ni çıxarıq, eləyər 40 dərəcə. Alfanı 50 tapdıq. Elə bizə əsas alfa lazım idi. Çünki alfa 50'dirsə və belə bir qayda var ki, iki toxunanın arasından keçən düz xətt, yəni OA mərkəzdən birləşərsə, bu tən bölən rolunu oynayır. Yəni alfa 50'dirsə, onda bu hissəsi də 50'dir. 50 100 edər. Yəni bizim bu bütöv qövsümüz 100 dərəcədirsə, onda x də həmin mərkəzi qövsün söykənmiş, daxilə çəkilmiş bucaqdır. Baxın, deməli, mərkəzi bucaq söykənib hansı qövsə? N-ə. Həmçində x də bir qolu M-ə, bir qolu N-ə söykənib. Amma geridədir, yəni daxilə çəkilmiş bucaq, çevrə üzərindədir. Ümumiyyətlə, iki vətərin əmələ gətirdiyi bucaq, daxili bucaq əmələ adlanır və iki radiusun əmələ gətirdiyi bucaqsa mərkəzi bucaq adlanır. Və daxil də mərkəzin yarısıdır. 100'ü bölürük 2'yə, alırıq x bərabərdir 50 dərəcə. Cavabımız olur D variantı. Deməli, bu 53-cü sual idi. 54-cü sualda demək olar ki, eynisidir. Yazaq onu da 54. Deməli, MOA, hələdir MOA, alfa yazaq, MAO, burada beta yazaq. Alfa ilə betanın fərqini 20 verib. Və biz bildik ki, bura 90 dərəcə əmələ gətirir. Toxunanla radius 90 əmələ gətirir. Ona görə də alfa ilə beta iti bucaqların cəmi də 90 verməlidir. Toplayanda betalar getdi. 2 alfamız oldu 110. Alfamız da bərabərdir 55 dərəcə. MB-ni soruşur bu hissəni. Deməli, əgər alfamız 55'dirsə, onda yanındakı bucaq da 55'dir. Çünki dedi ki, ortadan keçən xətt tən bölən rolunu oynayır.
55, 55 obş oldu 110 və bettanı tapmaq üçün biz 110-u 2-yə bölməliyik. Çünki daxil çəkilmiş bucaq mərkəzi bucağın yarısı qədərdir. 55 dərəcə. Cavab oldu B variantı. 55-ci sualda mərkəzi O nöqtəsində olan çevrədə AMC qövsü, bu qövsümüz 30 dərəcədir. DMB qövsü 90 dərəcədir. OK 6-dır. OK 6-dır. Bizdən AK-nı soruşur. Bu hissəni soruşur. Deməli, biz əvvəlcə nə edəcəyik? Biz əvvəlcə 2 dənə qövs verilibsə, vətərlər arasındakı bucağı tapa bilərik. 2 qövs olanda uşaqlar, vətərlər arasındakı bucağı tapmaq olur. Necə tapmaq olur? Yazaq buradan 55-ci sualda. Bura bir alfa yazaq. Onda qarşıda alfadır. Alfa bərabərdir. Qarşı qövsləri, yəni 30 ilə 90-ı toplayıb 2-yə bölmək lazımdır. Toplayıb 2-yə böldük. Vətərlər arasındakı bucağı tapacağım. 120-ni 2-yə böldük 60 dərəcə. Demək ki, bura 60 dərəcədir. Alfanı silək. Yazaq 60 dərəcə. Bundan sonra bizdən AK-nı soruşur ki, bəs görəsən AK neçədir? Yaxşı, burada. Deməli, uşaqlar 60 dərəcəni tapandan sonra, deməli, bu iki vətər arasındakı bucaq 60 dərəcədir. Bizə OK-nı 6 verib, amma bizdən AK-nı soruşur. Necə tapacaq bu OK-nın AK arasındakı əlaqəni? Deməli, biz 3-cü sırada özümüz çəkək. Baxın uşaqlar. Bu A10-u çəkirik. A10-u çəkəndən sonra deyirik ki, bu arada qalan bucaq neçədir? Onu tapmalıyıq. Bu 6-nı buraya yazaq. Bu arada qalan bucaq hara söykənib? AMC qövsünə. Əgər AMC qövsü 30-dursa, onda mərkəzi bucağımız da 30 dərəcədir. Sonra 60 dərəcəni tapmışdıq. Bunun qonşusunu tapsaq, 60-ın qonşusu 120 dərəcədir. 30, 120. Oldu 150. Onda A bucağında qalır 30 dərəcə. 180-dan çıxır. Və biz bu 30 dərəcələri görəndə artıq başa düşürük ki, bu üç bucaq bərabər yanlı üç bucaqdır. Yəni OK əgər 6-dırsa, onda elə AK da 6-dır. Çünki bərabər yanlı üç bucaqlar. Cavabımız olur C variantı. 56 da çox güman eyni tiplidir. Yenə yazaq. AMC qövsü 30 dərəcə. DMB qövsü 90 dərəcədir. OK 4-dür. Bizdən AK-nı soruşur. Burada yenə 4 olacaq. Çünki yenə də bura 30 ilə 90 eyni ədədləri toplayıb 60 alarıq. Yenə A10-u birləşdirərik. Bura 120-dir. 30-a görə bu bucağımız da 30 olacaq. O bucağımız. Və 30, 120, 150. Burada yenə 30 qalacaq. Demək ki, bu üç bucaq yenə də bərabər yanlı üç bucaqdır. OK ilə AK bərabərdir. 4, 4. 57-ci sualda mərkəzi O1 və O2 nöqtəsində olan çevrələr B nöqtəsində bir-birinə xaricdən toxunurlar. Və BD 6-dır. BD bizdə 6-dır. Bax, bu hissəni bizə 6 verib. Ortaq toxunan çevrələrə toxunma nöqtələri arasındakı məsafəni tapın. Bizdən bu hissəni soruşur. Yəni 7-ci sualda uşaqlar belə bir dənə qayda var ki, iki çevrə xaricdən toxunursa, ümumiyyətlə o şəkli qoy çəkin burada. Başa düşək, əvvəlcə şəkil. İki çevrəyə xaricdən toxunan, fikir verin, iki dənə xaricdən toxunan çəkdik. Bunlara deyirlər ortaq olmayan toxunanlar. Bir dənə də ortaq toxunan, yəni ikisinin ortaqda toxunduğu bu hissə. Ortaq toxunduğu bu hissə. Deməli, buradan mərkəzi O1 götürək. Tutaq ki, buradan mərkəzi O2 götürək. Buradan deməli, radius çəkək və buradan da bir dənə radius çəkək. Və yadımızda qalsın ki, uşaqlar,
Çevrəmiz getdi. Və yadımızda qalsın ki, ümumiyyətlə bu ortaq toxunanın uzunluğu göylə göstərək. Bu ortaq toxunanın uzunluğu ümumilikdə bu toxunma nöqtələrində olan toxunma nöqtələri arasında qalan məsafəyə bərabərdir. Həmçinin yuxarıdan da göstərə bilərik buradan. Radiusları çəksək və bu xəttin uzunluğu bərabərdir həmin ortaq toxunana. Onda bənövşələri silək ki, bunlar da qırmızı göstərir ki, bunlar bizim radiuslarımız sadəcə. Bu bənövşə olan hissələr bir-birinə bərabərdir. Onda əgər bərabərdirsə və bu ortadan perpendikulyardır, toxunanımız da perpendikulyardır və düşdüyü yeri iki bərabər yerə bölünür. Onda elə çıxır ki, bu toxunan da ortadan iki yerə bölünürsə, məsələn, bura biz x versək, onda bunlar da x olacaq, bura x olacaq, bunlar da tezdən x olacaq. Və bu şəkildən görsənir ki, toxunma nöqtələri ortaq toxunanın yarısı elə bu altdakı toxunma nöqtələri arasında olan bütöv parçanın da yarısı qədərdir. İndi bizdə həmin şəkil var. Baxın, bizə buranı verib BD-nin 6 və AC-ni soruşur. Onda AC də BD-nin 2 qatıdır. AC bərabərdir 2 vurulsun 6, o da eləyəcək bizdə 12. Yəni, bu hazır qaydadır. Sonra 58-ci sualda çevrə daxilinə çəkilmiş ABC üçbucağının B təpəsindən AC tərəfinə paralel toxunan çəkilib, MN toxunanı görürük. CBN, bura bizdə 75 dərəcədir. AMC qövsünün dərəcə ölçüsünü tapın. Biz buranın dərəcə ölçüsünü tapmalıyıq. Yaxşı. Deməli, əgər paralel keçirilibsə, CMN 75-dirsə, onda burada 75-dir. Digər tərəfdən, nəyə görə 75-dir? Çarpazlığa görə bu bucaqla, yəni B bucağı ilə C bucağı çarpazdır. İki paralel düz xətt çəkiləndə o şəkil yaradaq. Üçüncü kəsən varsa, bu bucaqlar çarpazdır. C bucağı çarpazlığa görə 75 oldu. Və digər tərəfdən bu 75 dərəcəli B bucağı söykənib, deməli bizdə BC qövsünə, düzdür? BC qövsünə söykənən digər bucağımız hansıdır? BAC. Onda həmin, deməli, qövsə söykənən daxili bucağım 75 isə, onda bu bucağım da 75 olacaq. 75, 150. Onda yuxarıda qalacaq bizdə 30 dərəcə. Çünki üçbucağın daxili bucaqlar cəmi 180-dir. Və əgər həmin yuxarı bucağımız 30 dərəcədirsə, onun baxdığı AMC qövsü də onun 2 qatı olacaq. 30-un da 2 qatı 60 dərəcə olacaq. Keçir 59-a. Demək olar eyni şəkildir. Bu səfər yenə də CB'ni bizə 65 verib. CB'ni bizə 65 verib. Dəqiqə biraz yuxarıdan yazaq. 65 dərəcə verib. AMC qövsünü soruşur. Yenə də CB'nin qövsü 65-dir. Söykənib BC qövsünə. BC qövsünə söykənən digər bucağımız yenə BAC-dir. Burada 65-dir. Digər tərəfdən çarpazlığa görə B bucağı ilə C bucağı çarpazlar. Burada 65-dir. 65 eləyər 130. 180-dan da 130 çıxanda bizə qalar 50 dərəcə. Və B bucağı 50-dirsə, söykəndiyi qövsü onun 2 qatı olar. 50-ni də 2-yə vursaq 100 dərəcə olar. Cavabımız 100 dərəcə. 60-cı sual. Mərkəzi O nöqtəsində olan çevrədə CD vətəri AB vətərinə diametrinə paraleldir. Paralellik varsa, burada həmişə fikirləşin ki, çarpazlıq var. DMB qövsü 60 dərəcədir. Əgər bura 60 dərəcədirsə, mərkəzi bucağım da 60-dır və bu bucağımız da 60 dərəcədir çarpazlığa görə. Və bizdən AB-ni soruşur. Deyir, AB-ni tapmaq lazım ki, AB neçədir? Və digər yandan CD-ni bizə 5 verib. CD-ni bizə 5 verib. İndi bunu belə eləyək də, bu tərəfində çəkək. C ilə onu birləşdirək.
Əgər bura 60 dərəcədirsə, bu radiusla da bərabər olduğuna görə sol tərəfində 60 olur. Sağ 60, sol 60. Bu 60 biraz bir yana yazaq. Hər ikisi 60 da 120, onda mərkəzdə də qalır 60 dərəcə. Buradan baxırıq ki, bu bərabər tərəfli üçbucaq imiş. Hər tərəf 5-dir. 5, 5. Bu yanlar da bizə radius ifadə elədiyinə görə, yəni OC, OD radiusdur. Və mənə AB-ni istəyir. AB-nin də içində 2 radius var. 5 sağa, 5 sola yazsaq, AB parçası olar 5-in 2 qatı bərabərdir 10. 61-ci sual. BCD və Y nöqtələri mərkəzi O nöqtəsində olan çevrə üzərindədir. AB və AC kəsənlərdir. OCD 50 dərəcədir. OCD. Bura 50 dərəcədir. İndi BNC qövsü bura 60 dərəcədir. BAC-nin dərəcə ölçüsünü tap. B'dən çıxdıq A'ya gəlirik. A'dan da C'yə dönəndə bizdən bu bucağı istəyir. Buradan X yazaq. Əvvəla onu deyək ki, qövsümüz 60-dırsa, ora baxan mərkəzi bucağımız da 60-dır. Sonra onu deyək ki, bura 50 dərəcədirsə C bucağı və OC ilə OD radius olduğuna görə bərabər yanlıdırlar. Onda sol bucağı da 50 dərəcə qalır. 50, 50, 100 eləyir. 180 dərəcədən, yəni üçbucağın daxili bucaqlarının cəmindən 180-dan 50-ləri çıxsaq, 100-ü çıxsaq, yerdə qalar 80 dərəcə. Sonra ümumilikdə bura açıq bucaq kimi baxsaq, 60, 80 eləyər 140. Onda bu balaca yeri də bizdə qalar 40 dərəcə. 50-nin qonşusu eləyər 130 dərəcə. Və X-i tapmaq üçün də üçbucağın, yəni də daxili bucaqlar cəminə görə 40, 130 eləyər 170. X-a da qalar 10 dərəcə. X-a da qalar 10 dərəcə. 62-ci sual. O nöqtəsi olan mərkəzimiz O nöqtəsidir. AOC 160 dərəcədir. Bura bizdə 160 dərəcədir. ABC-nin bucağını tap. ABC-ni tapmaq üçün biz bilirik ki, çevrənin daxilinə 4 bucağı çəkmək üçün qarşı bucaqların cəmi 180 dərəcə olmalıdır. Yəni alfa ilə betanın cəmi 180 dərəcə olmalıdır. Ona görə də bizim 4 bucağımızın A, B, C təpələri çevrəyə toxunur. Amma bizə lazım ki, 4 tərəfli toxunsun. A, B, C, tutaq ki, bu D-dir. 4-cü təpə nöqtəmiz mərkəzdədir. Həmin O nöqtəsini gətirib çevrənin üzərində qeyd edirik və xətləri də birləşdiririk. Sanki O nöqtəsini biraz geriyə çəkdik və bundan sonra deyirik ki, mərkəz 160 isə, onda O bucağı daxilə çəkilmiş bucaq olduğu üçün yarısı qədər 80 dərəcə olur və 80 ilə də onun qarşısındakı B bucağının cəmi 100 olmalıdır. Onda X üstə gəl 80. 180 dərəcəyə verirsə bizə, 180 dərəcəyə bərabərdirsə, onda X-imiz də bərabərdir. 180-dən 80 çıxsaq, 100 dərəcə. X-imiz 100 dərəcə olar. Mütləq 4 bucaqlı olması üçün 4 dəfəsi toxunmalıdır. Eyni bu şəkildə də bura 110-dur. Biz bunu, bizdən AOC-ni soruşur, buranı soruşur. Biz hələlik bunu geriyə çəkək. Burada O nöqtəsi qeyd edək. Burada bir X yazaq. Bura X-dırsa, X tapacağım. Və mənə AOC-ni soruşur. Yəni mərkəzi soruşunda da 2X, 2-yə vuracam. Əvvəla 110 ilə X-i toplayaq. 110 üstə gəl X. Bizə verməlidir 180 dərəcə. X-imiz bərabərdir 70 dərəcəyə. 180-dən 110 çıxdıq. İndi isə AOC-ni tapmaq üçün baxırıq ki, AOC axı burada 2X ifadə edir. Onda 2-ni vururuq 70-ə. Bərabərdir 140 dərəcə. 64-cü sual. Alfa 16, beta 20, qammanı bucağın ölçüsünü soruşur. Qammaya sual qoyaq.
və AMB qövsü, yəni buradan bura kimi bütün qövsümüz 130 dərəcədir. Maraqlı sualdır. Əvvəla deyək ki, bura 16-dırsa, onda bunun söykəndiyi qövs 32-dir. 20 dərəcəyimsə söykəndiyim qövsüm 40 dərəcədir. Və bura qanmadısa, onu söykəndiyi qövsdə 2 qatı, yəni 2 qanma olacaq. Mərkəzi bucaq daxili bucağın cəmi 2 qatı olduğuna görə. İndi 32-ni, 40-ı və 2 qanma toplayıb bərabər eləyəcəm 130-a. 32 üstəgəl 40 üstəgəl 2 qanma bərabərdir 130. 2 qanma bərabərdir 130-dan çıxırıq 72-ni. Qamma da bərabərdir 68, daha doğrusu 58 bölünsün 2. O da eləyəcək 29 dərəcə. Demək ki, qammamız 29 dərəcəymiş. 65. Mərkəzi O nöqtəsində olan çevrədə ABO 60-dır. A, B, O. Bura bizdə 60 dərəcədir. ASO 30-dur. ASO. Bu bucağımız 30 dərəcədir. OMC-ni tapın. OMC. Bu hissəni bizdən istəyir. Yaxşı. Bu bucağı tapmaq üçün nə iş görərik? Burada baxırıq ki, uşaqlar bizdə cəmi bir qövs istifadə olunub, BC qövsü və hər iki bucaq da bura söykənib. Birinci söykənən bucaq, deməli, O'dan, mərkəzdən gələn OB və OC arasında qalan bucaqdır. Mərkəzi bucaq. Bir də A'dan gələn, yəni çevrə üzərindən gələn BAC bucağıdır. Onda çevrə üzərindən vətənlər arasında qalan bucağa x-dirsə, yəni daxil çəkilmiş bucağa x-dirsə, onda mərkəzdə olan bucağa onun 2 qatı qədər 2x deməliyik. Yəni qaydamız bu idi ki, mərkəzi bucaq həmişə daxil çəkilmiş bucağın 2 qatıdır. Və burada da 2 dənə 3 bucaq alınır. Və bilik ki, 3 bucağın da qarşılıqlı bucaqları bərabərdir. Yəni bu bucaqla da bu bucaq bərabərdir. Əgər bir bucağımız bərabərsə, onda digər 2 bucaqların cəmi də bir-birinə bərabər olmalıdır. Yəni x ilə 60-ı toplayacağım, bərabər eləyəcəm sağdakı 3 bucağın 2x ilə 30-unun cəminə. Misal nömrə 65-də. Deməli, qaydamız belə olacaq ki, x üstəgə 60 bərabərdir 2x üstəgəlinizin 30-a. X-i sağa atsaq, 2x-dən x çıxanda x, 30-u da sola atsaq, 60-dan 30 çıxanda 30 dərəcə. X-i 30 tapdıq. OMC-ni soruşur. OMC. Deməli, bu şəkildə, bax, buranı istəyir bizdən. Göylə göstərək. OMC. Bax, bu hissəni. Bu hissəni tapmaq üçün də 30-u gətirib yerinə qoysaq, 2 vur 30, eləyər bizdə 60. 60 buradan, 30 da buradan, deməli, x eləyər 90. Onda OMC-yə də, yazaq buradan bucaq OMC də bərabərdir. 3 bucağın daxili bucaqlar 180-dən 90 çıxarıq, bərabərdir 90 dərəcə qalır. Deməli, cavabımız olacaq 90 dərəcə. Eyni bu şəkildə də OMC 70-dir. OMC. Buranı bu səfər verib bizə. Buranı bizə 70 verib. Onda burada 70-dir. Sonra ACO-nu 30 verib. ACO. Buranı 30 verib. Və məndən BAC-ni soruşur. Bu hissəni soruşur. 70, 30 eləyir 110. Onda bu O bucağına qalır 80 dərəcə. Çünki 3 bucağın daxili bucaqlar cəmi 180 verməlidir. Baxın, bu 3 bucaqdır. 80 tapdıq. Mərkəzi bucaq 80 isə söykəndiyi BC qövsü də 80 dərəcə olacaq.
Və bu qövsə baxan digər x bucağımız daxil çəkilmiş bucaq olduğuna görə 80-in yarısına bərabər olacaq. Cavabımız olacaq 40 dərəcə. Üstəki misalın tərs misalıdır. 67-də deyir, ABC nöqtələri mərkəzi olan çevrə üzərindədirlər. 67-nin şəkli yoxdur, özümüz çəkməliyik. Ona görə buradan bir şəkil yaradaq. Yəni çevrə çəkək. ABC nöqtələri mərkəzi olan çevrədə üzərindədir. ABC 30 dərəcədir. Tutaq ki, bura A'dır. Bura B'dir. Deyək ki, burada bir C'dir. Bu bucağımız 30 dərəcədir. Perimetr AOC. Şu bu səfər AOC-dən danışır. AOC. Bu üç bucağın perimetri 27'dir. Çevrənin radiusunu tapın. Baxa gör nə əlaqə perimetrlə radius. Deməli, ikisi də buradan görünür ki, eyni qövsə söykənib, AC-yə söykənib. AC-yə söykənən bucağımız 30 dərəcədirsə, qövs onda 60-dır. Qövs 60-dırsa, onda mərkəzi bucaq da 60 dərəcədir. Və burada OC ilə AO göründüyü kimi radius rolunu oynayır. Radius və bərabərdirlər radiuslar. Bərabər yanlı olduğu üçün oturacaq bitişik bucaqlarım da 60 olur. Buradan da çıxır ki, bu bərabər tərəfli üç bucaq imiş. Onda üçüncü tərəfimə də mən rahatlıqla radius yaza bilərəm. Onda bu da radiusdur. 3 dənə radiusdur. Perimetr tapanda tərəflərini topladığımıza görə yazırıq onda perimetr bərabərdir 3 radius. O da bizdə 27'dir. Onda radius da bərabərdir 27'ni 3'ə bölərik. Cavab alarıq 9. Deməli, burada cavabımız 9'dur. Maraqlı sual idi. Misal nömrə 67. Əvvəl iti bucağı qururuq. Sonra da o hansı 3 bucağı deyirsə, o adlara uyğun uşaqlar hərfləri birləşdirməlisiniz. O da həmişə mərkəzi nöqtədir. Yəni biləsiniz ki, onu harda qeyd edəcəksiniz. Sonra keçirik 68-ə. 68 də yenə eyni sualdır. Yenə ABC 30-sa, onda radius perimetri 3'ə bölməlisiniz. 18'i də 3'ə böləndə eləyəcək 6. Bu da eyni sual idi. ABC nöqtələri mərkəzi olan çevrə üzərindədir. AOC üçbucağı bərabər tərəfli olarsa, ABC-nin böyük qiymətini tapın. İndi isə 69-cu suala baxaq. 69-cu sualda isə çox maraqlı bir məqam var. Bizə deyir ki, ABC nöqtələri demək olar 67-68-ci tipli suallardandır. Mərkəzi olan çevrə üzərindədir və deyir AOC üçbucağı bərabər tərəfli üçbucaqdır. Yenə O ilə əlaqələnibsə, onu ortada qeyd eləsək, baxın belə. Bir vətənimiz çəkək. AC. Deyir AOC üçbucağı bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqdırsa, onda biz bunları nə yazmalıyıq? 60, bu da 60 dərəcə. Düzdür? İndi deyir ABC-nin böyük qiymətində. Biz bayaq şəkildən, məsələn, bu belə deyək də, AC vətərinin istənilən yerindən, birinci bunu göstərim. Vətərin ümumiyyətlə bilirik ki, çevrəni 2 qövs ayırır. Minor qövs və major qövs. Yəni A-nın, C-nin arasında yuxarıdan baxsaq minor qövs, aşağıdan baxsaq isə major qövs. Düzdür? İndi biz minor qövsümüz 60 dərəcə mərkəzi bucaqla eyni olur. Mərkəz 60-da, minor da 60 dərəcə olur. Və biz həmin AC vətərinin major tərəfdə olan hissələrindən istənilən yerdən nöqtə götürsək və AC-ni fikir verin uşaqlar, birləşdirsək, belə birləşdirək. İstəyirik götürək məsələn aşağıdan. Buradan birləşdirək, fərq eləməz.
İstəyirik buradan götürək yenə, buradan birləşdirək. Bunlar eyni qövsə, yəni AC qövsünün söykənən daxilə çəkilmiş bucaqlar olduğuna görə və 60 dərəcəli qövsə baxdığına görə bunlar hamısı 30 dərəcəli bucaq əmələ gətirəcəklər. Yəni hamısı deməli 30 olduğuna görə iti bucaq olacaq. Amma bizə deyir ki, ABC-nin böyük qiymətini tapın. Böyük qiymətini istəyirsə, bu səfər minor qövsə yox, major qövsə söykənən bucaq lazımdır. Onda biz nə etməliyik? Gedirik. Bir dənə buradan başqa bir rəng seçim eləyək. Tutaq ki, bir rəng götürək. Yəni biz yuxarıda olan hissədən bir nöqtə götürək. Məsələn, deyək ki, buradan bir nöqtə. Buradan bir nöqtə götürək. Və bu nöqtələri A ilə bir də tutaq ki, buradan rəngi seçək yenə də. Belə seçək. A ilə C-ni birləşdirək. Artıq burada görürsünüz ki, bucağımız böyüdür. Niyə böyüdür? Çünki üzü major qövsə baxır. Bəs major qövs neçə dərəcədir? Əgər AC-nin bir tərəfində qalan minor qövsümüz 60-dırsa, onda major qövsümüz tapmaq üçün 360 dərəcədən 60-ı çıxmalıyıq. 360 dərəcə tam çevrəmiz olduğuna görə 60 minor qövsü çıxanda yerdə qalır 300 dərəcəli major qövs. Yəni bu A-dan C-yə qədər aşağıdan baxanda bütöv major qövsümüz, bu hissələrimiz hamısı 300 dərəcədir. Və 300 dərəcəyə baxan A, C nöqtələrində olan daxilə çəkilmiş bucaq 300-ün yarısı qədərdir. Yəni buraya yazacağım 150 dərəcə. Onda elə çıxır ki, bizim ABC bucağımızın ən böyük qiyməti 150, ən kiçiyini soruşsa nə olacaqdır? 30 dərəcə. İndi burada bizim cavabımız olacaq 150 dərəcə. 70-də yenə demək olar bu tipli sualdır. Bir də təkrar çəkək, gözümüz öyrəşsin. 70-ci sual. ABC nöqtələri yəni çevrəmizə çəkirik. ABC nöqtələri mərkəzi O olan çevrə üzərindədir. O, C, A. O, bir dənə C götürək. Bir dənə A götürək. O, C, A bucağımız 40 dərəcədir. ABC-nin böyük qiymətini tap. OCA 40 dərəcədirsə, onda uşaqlar biz bilirik ki, OC ilə OA radiuslar, ona görə bunlar bərabərdir. Bərabər yanlışsa, onda A bucağı da 40 dərəcədir. 40, 40 oldu 80 dərəcə. O bucağına qalır onda 100 dərəcə. Çünki 180-dən 80-i çıxırıq. Olur 100 dərəcə. Bu 100 dərəcədirsə, bunun baxdığı minor qövs, yəni bu hissəmizdə 100 dərəcədir. Şimdi bu hissəsini götürək, 100 dərəcədir. Və bizə deyir ki, ABC-nin böyük qiymətini tap. ABC-nin yenə böyük qiymətini tapmaq istəyirsə, biz böyük qövsə söykənən, yəni major qövs. Major qövs də C-dən başlayıb, baxın, getdi, A-ya çatana kimi olan bu böyük hissədir. Buranı da tapmaq üçün yenə də 360 dərəcədən tam bucaqdan çıxmalıyıq. Yuxarıda olan minor qövsü 100 dərəcənin olacaq 260 dərəcə. Əgər bu major qövsümüz 260-dırsa və biz buradan həmin bucağa baxan bir nöqtə götürək, B nöqtəsi və burada bir başqa rənglə, məsələn, bənövşə ilə göstərsək, A, B və C. Bu ABC bucağını tapmaq istəyirəmsə, ABC bucağı həmin söykəndiyi 260 dərəcəli qövsün yarısına bərabərdir. 230-un da yarısı olacaq 130 dərəcə. Cavabımız olacaq 130 dərəcə. 71-ci sual. 71-də AMB, VNC və bu bucaqları verib, qövslər daha doğrusu verib. Əvvəl qövsləri, bucaqlarını tapaq uşaqlar. Bilirik ki, tam çevrəmiz 360-dır. 71.
Deməli 71-də uşaqlar qövsləri verib bizə. Biz bilirik ki, tam çevrəmiz 360 dərəcədir. Ona görə biz bunları əvvəl toplayaq. 2K, 4K, üstə gəl 5K, üstə gəl 7K. Bu bizdə 360 dərəcə olmalıdır. Toplasaq 6, bu da 12, 18K, 360 dərəcədirsə, K'mız da bərabərdir. 360 18-ə bölsək 20 dərəcə. Və gətirib düzgün yerinə qoymalıyıq. M olan 2 paydır. 2'yə vursaq 20 nə olacaq? 40 dərəcə. N olan 4 paydır. 4'ü 20'yə vursaq olacaq 80 dərəcə. 5'i 20'yə vursaq, yəni K olanı tapsaq 100 dərəcə və L olanı tapsaq da 7'ni vursaq 20'yə 140 dərəcə. Və mənə AMB bucağını istəyir. AMB bucağı da buradır. Və biz iki vətər arasındakı bucağın, baxın, iki dənə vətər çəkilib. AC və BD. İki vətər arasında qalan bucağı tapmaq üçün nə edirik? Həmin bu bucağın baxdığı, hansı bucağa baxır X? AMB qövsünə, bir də sağdan da SKD qövsünə baxır. Həmin baxdığı qövsləri toplayıb 2'yə bölməliyik. 40 üstə gəl 100 böl 2. Sanki ədədi orta çıxardırıq. 140'ı 2'yə bölsək 70 dərəcə. Cavabımız olacaq 70 dərəcə. 72 də eynisidir. Orada da yenə toplasaq görərik ki, deməli 3, 5, 8, bu da 8, 16, o da 2, 18. Deməli bunların toplamı 18 olur. Yəni 18 K'mız 360 dərəcədirsə, K'mız yenə də 20 dərəcədir. Gətirib yerinə qoyuruq. Deməli, M qövsü M olan birincidir. 3'ə vururuq. 3'ü 20'yə vursaq 60 dərəcə. N olan 5'i göstərir. 5'i 20'yə vursaq 100 dərəcə. K 8'dir. 8 20'yə vursaq 160 dərəcə. Və L 2'ni göstərir. Onda 2'ni 20'yə vursaq 40 dərəcə. Bizdən bu hissəni istəyir. SKD-ni. SKD-ni. Bura bir X yazsaq, qarşı bucağı da X-dir. Çünki dediyimiz kimi qarşılıqlı bucaqlar bərabərdir. Və bunların X-i tapmaq üçün bunların baxdığı bir qövsümüz AB qövsüdür. Digər X-in baxdığı qövs CD qövsü. Bunları toplayıb 2'yə bölürük. 60 üstə gəl 160 dərəcə böl 2. Bu da eləyir 220'ni də 2'yə bölsək 110 dərəcə. 73-cü sualda şəkildə 10 mərkəzli çevrəyə AB kəsəni və BC toxunanın çəkilmişdir. AC qövsünün uzunluğu 20, AC qövsünün uzunluğu 20 cm. Bu qövsünün uzunluğunu, uzunluq L ilə işarə olunur. 20 cm. DC qövsünün uzunluğu, buranın uzunluğu 16, elbə 16 olarsa, ABC bucağının, yəni bu bucağın dərəcə ölçüsünü tapmalıyıq. Yaxşı. İndi biz bu bucağın dərəcə ölçüsünü tapmaq üçün görək nə edə bilərik. Deməli, burada uşaqlar bizə dərəcə verməyib, ancaq uzunluq verib. Biz uzunluğa necə işləyəcəyik? Əvvəla baxırıq ki, A-dan D-yə kimi olan qövsümüz çevrənin yarısıdır. Yəni qövsümüz belə deyək, L A-dan D-yə kimi bərabərdir L A-dan C-yə, üstə gəl L C-dən D-yə kimi. Yəni iki qövsümüz var, AC qövsü və CD qövsü. Bunların ikisinin cəmi bizə AD qövsünü verir və bu da çevrənin yarısıdır deyə çevrənin uzunluq düsturunun yarısı, yəni 2 pi r-i yarıya bölsək nə olacaq? Pi r. 2'lər gedər. Pi r. İndi biz AC-nin özünün qövsünü yazsaydıq, buna görə biz hələ bunun AC qövsünün bizdən dərəcə, bizdən ümumiyyətlə alfanı soruşduğuna görə dərəcəni bizə həmin qövslərin dərəcələri lazımdır. Yəni bizə burada A-dan C-yə kimi alfa, bura biz indi alfa yazmayaq qoy.
Bura biz bir x yazaq. X. Və bizə lazımdır C-dən D-yə kimi olan beta qövsü. Qövsün dərəcəsi. İndi biz tutaq ki, AC-nin qövsünü yazsaydıq. Düsturumuz necədir? Ümumiyyətlə, el qövsünün düsturunu yazaq. Pi r alfa bölünsün 180-dir. Düzdür? İndi biz el AC-yə görə yazsaydıq, yazmalıyıq. Pi r alfa bölünsün 180 dərəcə. Bu bizdə verir 20-ni. LCD-ni yazsaydıq, burada qabağında yazaq ki, bu LAC-dir. Sonra LCD-ni yazsaq nə olacaqdır? Yenə də pi r, bu səfər beta yazacaqdır. Bölünsün 180 dərəcə, bu bizdə 16-dır. Bu burada yazdıq, qoyduq. Sonra gedirik, LAC-nin uzunluğunu bizə 20 vermişdi. 20 üstə gəl, LCD-nin uzunluğunu 16 verib. Bunların cəmi bizdə pi r-dir. Onda eləyir pi r-imiz bərabər 36. Yəni biz pi r-in yerinə 36 qoyacağıq. Gəlib LAC-də, baxın burada, birincidir. LAC-nin yerinə qoysaydıq belə. Pi r-in yerinə, baxın burada pi r var. 36 alfa bölünsün 180 dərəcə bərabərdir 20. 36 ilə 180 ixtisar getsə, qalır əlimizdə 5. Onda alfa da bərabərdir. 5-i vurarıq 20-yə. 5-i 20-yə vursa 100 dərəcə. Yəni alfanı biz buradan 100 dərəcə tapdıq. Və gedirik ikinci düsturda. Burada. LCD-də. Yəni də pi r-in yerinə 36 qoysaq, yazarıq 36 beta bölünsün 180. 36 beta bölgüsündən bərabərdir 16-ya. 36 ilə 180 gedər. Yenə 5. Və buradan betanı tapmaq üçün 5-i 16-ya vurarıq. O da eləyər 80 dərəcə. Yəni betamız da bu dəqiqə 80 dərəcədir. Qırmızıdan qeyd edək. Betamız 80 dərəcədir. Alfamız da 100 dərəcədir. Və mənə x bucağını soruşur. X bucağında qaydası oydu ki, böyük qövsdən çıxırıq kiçik qövsü, bölürük 2-yə. O da eləyəcək 20 dərəcə bölünsün 2-yə bərabərdir 10 dərəcə. Cavabımız olacaq 10 dərəcə. Eyni tipli sual baxaq görək 74-də də var. Deməli 74-də artıq birbaşa yazaq ki, deməli qövslərin cəmi BC qövsü ilə, bax bu BC qövsü ilə, bura bir alfa deyək. Bura bir alfa deyək, bu hissədə bir beta deyək. Çox qalın elədik. Deməli bu BC hissəmizə alfa deyək. CD hissəsinə isə beta deyək. Bizdən də BAC, yəni x bucağını soruşur. BC qövsünün uzunluğu, yəni eli 28-dir. CD qövsünün uzunluğu, yəni eli 8-dir. Onda dedik ki, bu şəkildə yazırıq əvvəlcə ki, çevrənin yarısının uzunluğu bərabərdir pi r-ə. O da bərabərdir 28 üstə gəl 8-ə. Edir 36. Yəni pi r-in yerinə 36 yazmalıyam. Əvvəlcə L, BC üçün yazsaydıq, yazmalıydıq. Pi r alfa bölünsün 180 dərəcə. Bu bizdə 28 verilib. Pi r-in də yerinə 36 qoysaq, olur onda 36 vur alfa bölünsün 180 bərabərdir 28. 36 ilə 180 gedir 5. Alfanı tapmaq üçün 5-i 28-ə vurarıq. Alarıq 140 dərəcə. Alfamız 140 dərəcədir. Demək ki, indi isə betanı tapmaq istəyirik. Yazırıq L. İndi L, BD üçün tapsaydı, yəni də pi r, bu səfər beta yazacaqdıq. Bölünsün 180 dərəcə. Yenə pi r-in yerinə 36 beta yazıb
bölsə 180-ə bərabərdir. Bu səfər bizə verib uzunluğu 8 cm. Bərabəri 8 eləyər. Buradan 180 36 ixtisar getsə 5. Onda beta da bərabərdir. 5-i 8-ə çarpaz vursaq 40 dərəcə. Deməli betamız da buradan yazaq ki 40 dərəcədir. Və x-i tapmaq üçün böyük qövsdən, yəni 140-dan kiçik qövsü 40-ı çıxıb 2-yə bölməliyik. 100-ü də 2-yə bölsək cavabımız olacaq 50 dərəcə. 75-ci sualda O nöqtəsi çevrənin mərkəzi DAC. Yəni bu bucağımız 37 dərəcədir. ACB. A-dan gedirik C-yə, uşaqlar C-dən də B-yə döngə edirik. Döndüyümüz aralıq iki vətər arasında qalan bucaq 48 və BCD-ni soruşur. BCD. Buranı bizdən baxın BCD. Buranı bütöv soruşur. İndi biz bu bucağı necə tapa bilərik? Yaxşı. Deməli, o bucağı tapmaq üçün biz əvvəlcə buradan bir dənə xət atırıq. O-dan D-yə. O-dan D-yə xət atsaq, 37 dərəcədirsə əgər A bucağımız, onda D bucağımız da 37 olar. Çünki radiuslar bir-birinə bərabərdir. O-A da radiusdur, O-D də. 37 ilə 37-nin cəmi eləyər 74. Bu da bizə digər üç bucağın, bu üç bucağın xarici bucağını verər. Eləyər 74. Bu 74-dürsə, onda D bucağından C bucağına tapmaq üçün burada yenə baxırıq ki, OD ilə OC radiusdur və bunlar bərabər olduğuna görə C bucağından D bucağı da bərabər olacaq. Bu zaman 180-dən üç bucağın daxili bucaqlarından cəminə 74-ü çıxıb 2-yə bölək. 106-nı da 2-yə bölsək, 106-nı 2-yə bölsək eləyər 53 dərəcə. Onda bura düşər 53 və 53. Məndən də soruşmuşdu BCD bucağını. BCD bucağını tapmaq üçün də göründüyü kimi 53 ilə 48-i toplamalıyam. 53 ilə 48-i toplasaq, o da eləyər bizdə 101. 101 edər. Cavabımız olar 101. 76-cı sualda da yenə deməli BAD-ni 78 verib. BAD. Bura bizdə 78-dir. ACD bizdə 54-dür. Və məndən CAB-ni soruşur. Bir dəqiqə BAD haraydı? Ay, bir saniyə uşaqlar, üzr istəyirəm. BAD 78 bütöv vermişdi mənə. Bütöv 78-dir. Bizdən isə CAB buranı soruşur. Deməli, yenə də burada mərkəzdən bir dənə D-yə xət atsaq, OD ilə OC bərabər olduğu üçün C bucağı 54-dürsə, onda D bucağı da 54 olur. Sonra, bura 54-dürsə, əslində burada belə də eləmək olar uşaqlar. Baxın, kubları silək. Daha rahat yolla. Mən biraz çətin yolla getdim. ACD əslində 54-dürsə, diametri söykənən bucağımız bilir ki 90 dərəcədir. Onda A bucağını tapmaq üçün iti bucaqların cəmi 90 olduğuna görə 90-dan 54 çıxaram. Qalar məndə 36. Bax, bura 36-dır. BAD-ni 78 verib. Yəni, baxın, burada BAD haradır? BAD. Bura bütöv əgər 78-dirsə və məndən soruşur CAB-ni. Məndən soruşur, baxın, bu hissəni. CAB. Bu hissəni soruşur. Bu hissəni tapmaq üçün 78-dən 36-nı çıxarım. 78-dən 36-nı çıxsaq, əlimizdə qalacaq 42 dərəcə. Eyni ilə digər şəkildə də o cür işləyə bilərdik. Yəni, birinci üsulu yəqin ki gördünüz, ikinci üsulu belə işləyərdik. Baxın, deməli DAC buranı bizə 37 verib, ACB-ni
ASB. Buranı mənə 48 verib, məndən BCD-ni soruşurdu. BCD-ni. Mən buranı tapmalıyam ki, bunların ikisini 48-dən toplaya bilim. Yuxarı bucağımız 90-dır və C bucağını tapmaq üçün 90-dan 37-ni çıxardım. 90-dan 37-ni çıxanda eləyəcəkdir 53. Bura 53 olandan sonra DSB bucağını tapmaq üçün 53 ilə də 48-i toplamalıydım. Cavabım olacaqdı 101. Bu daha rahat versiya oldu. Sonra keçək bu 75 və 75 daha doğrusu və 76-nı izah elədi. 77-də nə deyir bəs? Radiuslar verilib və radiusların nisbəti 7, 10, 7 nisbətindədir. Radiuslar birinciyə görə yazaq onda. Şəkil biraz böyüdək. Və bunun üçün radius 7K-dır. Onda bu da 7K-dır. Bura 10K-dır. Onda bu da 10K-dır. Və üçüncü üçün yenə 7K-dır. Onda bu da 7K-dır. Və bizə deyir ki, perimetr ABS 500-dür. 50-dir. AB-ni tap. Və digər yandan da bu bərabərliyi verib ki, AC ilə BC bərabərdir. Əgər AC ilə BC, yəni bu xətlər bərabərsə, bu üçbucaq bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdırsa, o zaman O2 ilə C-ni birləşdirərik. O2 ilə C-ni birləşdirəndə bərabər yanlı üçbucaqda, deməli bu O nöqtəsi də AB-nin orta nöqtəsidir. Onda CO həm də AB tərəfinə çəkilmiş median sayılır. Median sayılır. Bərabər yanlıda da median həm də hündürlük sayılır. Hündürlük kimi qeyd eləsək və burada da M-in yerinə 10K yazsaq, çünki çevrənin radiusudur, buradan biz CB-ni tapa bilərik. Deməli, CB-ni tapmaq üçün, baxın bu üçbucaqda Pifagor işləsək, deməli, O2-dən B-yə kimi ümumi 10, 7, 7 olur, ümumilikdə 24K. Bu hündürlük olan, median olan hissəmiz də 10K-dır. Biz buradan CB-ni tapaq. CB-ni deməli 77-ci sualda CB-ni tapmaq üçün Pifagor teoreminə görə CB bərabər kökün altında 24K-nın kvadratı, baxın 24K-nın kvadratı, yəni 576K kvadrat plus 10K-nın kvadratı eləyir 100K-nın kvadratı. Bu da toplayanda eləyir bizdə 676K-nın kvadratı. Buradan da çıxır 26K. Yəni CB-miz 26K-dır. Və bərabər olduğuna görə AC-yə bu da 26K olur. İndi biz perimetrdən istifadə edirik. Perimetrimiz 50-dirsə, demək biz yazmalıyıq. P bərabərdir 26K. Bunu biraz göylə göstərək. 26K, 26K, 24K. Buradan da yenə də A-ya qədər də yenə 24K eləyəcək. Bunları toplasaq, deməli olacaq belə bir şey. 26K üstəgəl 26K üstəgəl 24K üstəgəl 24K. Yəni kənar tərəfləri toplayanda obşu olur bizdə 100K. Bu 100K-mızı bizə 50 verib. Onda K da bərabərdir 50-ni 100-ə bölərik. 50-ni də 100-ə bölsək, ixtisarləsək alınır 2-də 1. Və məndən AB-ni soruşur. AB də bizdə A-dan B-yə kimi 24, 24, 48K eləyir. Baxın, yəni A-dan B-yə kimi hamısı. 24 nə eləyir? 48K eləyir. 48 də vuraraq 2-də 1-ə. 2 ilə 48 ixtisar gedər. Cavabımız qalar 24. Yəni bu şəkildə həll olunacaq. Cavabımız oldu 24. 78-ci sualda isə mərkəzi O nöqtəsində olan çevrədə AOB betadır, BAC alfadır. Mənə deyir ki, uyğunluğu müəyyən edin. Baxırıq ki, uşaqlar alfada, betada hansı qövsə söykənib? Birinci qövs təyin edəcəm. Hər ikisi A nöqtəsindən B nöqtəsinə qədər olan AB qövsünə söykənib. Əgər alfa bucağının, yəni CAB bucağından söhbət gedir burada. Bu bucaq daxili bucaqdır, çünki təpə nöqtəsi çevrənin üzərindədir. Amma ora baxan beta bucağı isə mərkəzi bucaqdır. Onda mərkəzi bucaq da həmin qövsün 2 qatıdır, yəni 2 alfadır. Həmçində gəlib bu verilənləri yerinə qoysaq, birincidə deyir alfa 40-dır. Alfa 40-dırsa, beta da bunun 2 qatıdırsa axı, onda beta olacaq 80 dərəcə. Birinciyə uyğun gəlir A variantı.
Burada yazaq ki, 1-ə uyğun gəlir A variantı. Sonra alfa 70-dirsə, onda bettamız bunun 2 qatı olacaq, 140 dərəcə. 140 dərəcə bizdə C variantı. Deməli, 2-yə gedir C variantı. Alfa 80 olanda beta yenə bunun 2 qatı olacaq, 160 dərəcə. Beta bərabərdir 160 dərəcə. Bu da D variantı. 3-yə gedir D. İndi qalır B ilə Y variantı. Alfa ilə betanın cəmi 240 verən hansı variantda var? 240 verən 3-cüdə. 80 ilə 160-ı toplasaq, həqiqətən də bizə 240 verər. Ona görə 3-cüyə gedir həm də B variantı. B-ni də atırıq və beta ilə alfanın topunda 120 alınmalıdır. O da yalnız birincə 40 ilə 80-i toplasaq 120 alınar. Biri həm də gedir Y variantı. Demək 1-ə A, Y, 2-yə C, 3-ə D, B. Keçirik növbəti sualda. Yenə də beta alfanın 2 qatıdır. Çünki yenə eyni qövsə baxırlar. Beta 100 olanda alfa onun indi betanı verib alfanı soruşur. Onda gəlin alfanı betana ifadə eləyək. Alfa da onda betanın yarısı qədədir. Onda beta 100 olanda alfa olacaq 50 dərəcə.